Bədbəxt hadisə Abşeron rayonunun Məmmədli kəndində qeydə alınıb. Kənd ərazisində fəaliyyət göstərən sexlərin birində gördüyünüz bu ərazidə qeydə alınıb. Məlumata görə iş zamanı həmin bu sexdə işləyən 22 yaşlı Ramil Saatov işləyən zaman gördüyünüz bu 20 ton ağırlığında çən onun üzərinə aşıb. Sonuncu aldığı xəsarətlərdən ilə hadisə yerində dünyasını dəyişib. Qardaş çıxırdı ki, şeydi, uşaq qaldı altında. Qaçdıq, gəldik. Buranı lapatka ilə qazdı. Gəldim ki, əlinlə cırmaqlayır. Lapatka ilə qazdı. Qazdım, altını gördüm ki, taxtadır da. Altında taxtalar var. Yəni qazmağın adı yoxdur. Taxta ilə dəmirin arasında qalıb. 1-2 dəqiqə yaşadı. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.